Yəhudilərin Bakıda fitnəsi. Azərbaycan dünya yəhudi elitasının diqqət mərkəzinə 1810-cu ildən düşməyə başlayıb. Həmin dövrdə Aşkenazilər ilk dəfə olaraq Bakıda məskunlaşmağa başlayıblar. 1832-ci ildə isə yəhudilərin Bakıda ilk ibadət evləri inşa olunub. Bakı neftinin hasil olmasından qabaq, Azərbaycanda yazıb oxuya bilən yəhudilərin sayı 70 nəfərdən çox deyildi. İqtisadi vəziyyətləri çox ağır idi. 1870-ci ildən Azərbaycanda neft hasilatı başlanandan sonra ölkəyə Avropadan və Rusiyadan yəhudilərin axını gücləndi. Rotşildlərin Bakı neftinə dadanması da 19-cu əsrin 70-ci illərinə qayıdır. Neft sənayesinin əsas şöbələrini Q.A. Polyak ələ keçirtdi və Polyak və oğulları firmasını yaratdı. Digər yəhudilər A. Dembo və X. Kagan, Dembo və Kagan kampaniyalarını yaratdılar. Q. Ginsburg və A. Fişel də Azərbaycanda fəaliyyətə başladılar. Rotşildlər ailəsi 20-ci əsrin əvvəllərində neft sənayesinin əsas şöbələrinə nəzarət edən Xəzər Qara Dəniz kampaniyasını yaratdı. Tezliklə bu şirkət Bakıda ikinci ən böyük şirkət oldu.